ayıbdır sözü var ya. Ayıbdır. Heç nəyə ayıb bilmirlər. Hər bir şeyi efirdə çıxıb danışa bilirlər. O efirdə mübahisə yarada bilirlər. Xoşa gəlməz formalara özlərini salırlar. Yəni bu kimə lazımdır? Sən ailənin sirrini, sözünü, problemini efirə niyə çıxarmalısan? Hər iki tərəfin düşüncəsi, fikri, o ailəni qorumaq nöqteyi nəzərdən bir olsa, onda o sosial problemlər ortaya gələ bilməz. Amma təsadüfi evliliklərdə təbii ki, qadın deyir ki, məni saxlaya bilmirsənsə, sən mənim nəyimə lazımsan. Qadının da o xəyanətdən söhbət gedir, fikri yayınır və hesab edir ki, məni başqası daha yaxşı saxlaya bilər, nəinki bu. Yəni çünki münasibət yoxdur, sevgi yoxdur, qarşılıqlı hörmət yoxdur, ehtiram yoxdur. Və elə bilir ki, çağırırlar ki, sən də belə eləyə bilərsən. Sən də gəlib bu efirdə xoşa gəlməyən o aranızda olan münasibətləri danışa bilərsən. Əmək və Ailənin Sosial Müdafiə Nazirliyi mütəmadi olaraq ailələrin bizneslə məşğul olmağına dəstək verir. Yəni sən əgər bir iş yoxdur, işləyə bilmirsənsə, mən sənə kömək eləyirəm, sən öz hansısa biznesi yarada bilərsən. Və yaxud ailədir, təsərrüfatı var, torpağı var. Amma ünvanlı yardım istəyir. O təsərrüfatı becərmək istəmir. Toyuq saxlamaq istəmir, qoyun saxlamaq istəmir. Bir tənbəllik sindromu var bir çox ailələrdə. O toyuq saxlayır, amma sosial medianı açır, baxır ki, misal üçün Tuzalə adlı xanım Range Rover'də gəlib, ya da Porsche avtomobil ona hədiyyə eləyiblər. O artıq o toyuq saxlamağı özü üçün rəva bilmir. Deyir ki, niyə bu Tuzalə Range Rover'də gəldi? Mənim nəyim əksikdir?